Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şamxal Sadıqlı. Liseylərə hazırlaşan şagirdlər üçün və MİQ sertifikasına hazırlaşan ibtidai sinif müəllimləri üçün MŞM kitabından ədəd məsələlərinə aid sualların izahına davam edirik. Bundan əvvəlki video izahda 1223-ə qədər olan sualların izahını qeyd etmişdik. İndi isə 1224-cü sualdan davam edirik. Əgər izahların sizə bir faydası varsa, kanala abunə olub, videonu paylaşıb, bəyənib və yaza bilərsiniz. Hər birinizə uğurlar. Davam edək 1224-dən. Aynur kitablarından hər dostuna 4-ün versə, 14 kitabı qalar. Kitabları bərabər paylasa, hamıda 5-ərər kitab olar. Aynurun neçə dostu var? Dostların sayını yenə qeyd edirik. X. Hər dostuna 4-ün versə. Yəni, tutaq ki, 3 dostu var. Hərəsinə 4-ün verəndə nə qədər kitab olur? 3 vurulsun 4 sayıdır. İndi x sayda dost olduğuna görə hərəsinə 4 kitab. Bu edir 4x sayda kitab. 14-ü də qalar. Yəni 4x sayda kitab plus 14-ü də Aynurun özündə. Üstünə gəlir 14. Sonra isə deyir kitabları bərabər paylasa. Hamıda 5 ədəd olur. Hamıda deyəndə artıq Aynurun özünü də ora daxil edir. Yəni dostların sayı x-idir. Bir nəfərdə kim? Aynurun özü. Həmin o üstünə gəldiyimiz bir kimdir bu? Aynur. Hamıda deyəndə artıq Aynur da ora daxildir. Və hər birində 5 ədəd kitab. Onda x plus 1-i də vurmalıyıq nəyə? 5-ə. İkisi də kitab sayı olduğuna görə bir-birinə nə olur? Bərabər. Yəni x vurulsun 4 üstə gəl 14. Kitab sayı, kitab və x plus 1 vurulsun hərəsi 5-ə, bu da olur kitab sayı. Həll etsək x 4-ə vuranda demək 4x üstə gəl 14. Paylama qanununa görə 5x-ə vuranda 5x, 5-i 1-ə vuranda üstə gəlsin 5 edər. 14-dən 5-in çıxanda 9, 5x-dan 4x, x-i taparıq 9. Bizdən nəyi soruşurdu? Aynurun neçə dostu var? Yəni x lazımdır bizə. Cavabımız edir 9, C variantı. Keçək növbəti suala. 1225-ci suala baxırıq. Tələbə hər gün əvvəlki gündən 10 ədəd daha çox sual həll edir. 4 gün sonunda ümumi olaraq 180 sual həll etdiyinə görə ikinci gün neçə sual həll etmişdir? Bunda qeyd edək. Birinci, ikinci, üçüncü və dördüncü gün. Birinci gün x sayda hər gün əvvəlkindən 10 ədəd çox. İkinci gün onda olacaq x plus birinci gündən 10 çox. Üstə gəl 10. Üçüncü gün ikinci gündən x plus 10-dan da çox. 10 üstə 10, 20. Dördüncü gün olacaq 20 üstə 10, 30. Demək 4 günün sonunda cəmi nə qədər eləyir? 4-dən x-i toplayanda verir 4x. 10 üstə 20, 30. 30 üstə 30 verir 60. 4x plus 60 bərabərdir. Cəmi 180 sual. 180 60-ın çıxanda 4x bərabər olar 120-yə. 120-ni 4-ə böləndə x-i taparıq 30. Bizdən soruşur ikinci gün neçə sual həll etmişdir? İkinci gün həll etdiyi sual sayı x plus 10-dur. Onda olacaq x-in yerinə qoyacaq 30-u. 30 üstə gəl 10. Cavab verəcək 40 sual həll edib. Yəni D variantı. Keçək növbəti suala. 1226-cı suala baxırıq. 140 ədədində natural bölənlərin sayı ilə müxtəlif sadə vuruqlarının sayının cəmi 3x çıx 24 olarsa x neçədir? Ümumiyyətlə natural bölənlərin sayı necə tapılır qeyd edək. Tutaq ki, hər hansı bir x ədədidir. Sadə vuruqlara ayırırıq. Məsələn, şurada məsələn B, B, B bu formada. Sonra tutaq ki, C. Yəni biz bunu nə kimi yazırıq? A-dan neçə dənə var? 2 ədəd. A üstü 2 vur, B üstü 3-ə vur, C üstü C-dən də 1 dənə də 1-ə. Natural bölənlərin sayı qeyd edilir. Natural bölənlərinin sayı. Yəni birinci qeyd olunan. Natural bölənlərin sayını tapanda necə edirik? Hər bir qüvvəti 1 artırırıq. Yəni 2 üstə gəl 1 və hasillərini tapırıq. Vurulsun. Növbəti qüvvət 3. 3 üstə gəl 1-ə. Vurulsun, deməli 1 üstə gəl 1-ə. Yəni verilən ifadəni tutaq ki, natural bölənlərin sayı 2 üstə 1 3, 3 üstə 1 vur 4-ə, 1 üstə 1 vur 2-yə. 3 4-ün 12, 12-ni 2-yə vuranda 24. Yəni hər hansı bir x ədəd bu formada sadə vuruqlara ayıranda 24 ədəd nə olur? Natural bölənlərin sayı olur. Və yaxud da bunu ümumi qayda kimi qeyd etsək, tutaq ki, belə yazaq. Məsələn, yazaq ki, hər hansı bir A ədədi bərabərdir. A üstü məsələn K vur B üstü məsələn M vur
C üstü n və sair davam edə bilər. Natural bölənlərin sayı olur k üstəgəl 1 vurulsun m üstəgəl 1 vurulsun n üstəgəl 1. Yəni qüvvətlərin hər birini 1 artırıb hasilini tapırıq. Sonra nə deyir? Müxtəlif sadə vuruqların sayı. Müxtəlif sadə vuruqlarının sayı. Müxtəlif sadə vuruqlar deyəndə buradakı A, B, C-ni nəzərdə tuturuq. Yəni müxtəlif sadə vuruqlar A-dır, B-dir, C-dir. Nə qədərdir? Məsələn, tutaq ki, deyək n saydadırsa, ümumi sayda olur elə n sayda. Qaydalarımızı burada qeyd etdik. Onda nə etməliyik? Biz 140-ı sadə vuruqlara ayıraq. 140 sadə vuruq ayıranda ən kiçik sadədir 2-dir. 70 düşər, 2-yə bölünər 35, 35 5-ə bölünər 7, 7 7-yə bölünür 1. Yəni bu olur. Deməli 2 üstü 2 vur 5 üstü 1 vur 7 üstü 1. Natural bölənlərin sayını tapa birinci. Natural bölənlərin sayını tapmaq üçün nə edirdik? Hər qüvvəti 1 artırıb hasilini tapırdıq. Yəni 2 üstəgəl 1 vurulsun 1 üstəgəl 1 vurulsun 1 üstəgəl 1-ə. Bu da bərabərdir. 3 vur 2-yə vur 2-yə. 3 2-nin 6, 6 2-nin 12. Natural bölənlərin sayı oldu 12. Sonra isə müxtəlif sadə vuruqların sayı. Müxtəlif sadə vuruqların sayı. Müxtəlif sadə vuruqları hansılardır deməli? 2-dir, 5-dir, 7-dir. Yəni sayı olacaq neçə ədəd? 3 ədəddə oldu müxtəlif sadə vuruqlarının sayı. İndi bizə nə deyirdi? Bizə deyirdi ki, deməli bunların nəyi? Cəmi 3x çıxılsın 12-dir. Deməli 3x çıx, daha doğrusu 3x çıxılsın 24-dür. 3x çıx 24 bərabərdir bunların nəyinə? Cəminə. Yəni 3 üstəgəl 12. Onda buradan yazarıq ki, 3x bərabərdir 3 üstə 12, 15. 15 üstə 24 gələndə bu eləyir 39. 39-u böləndə 3-ə, x də bərabər olar 13-ə. X-in qiymətini soruşurdu. X-i tapdıq neçə? 13, yəni B variantı. Keçək növbəti suala. 1227-ci suala baxırıq. Tural maaşın 4də birini marketdə, qalanın 4də 3-ünü bazarda, qalanın 3də birini bankda xərclədi. Geriyə gündəlik 5 manat olmaqla 20 günlük xərcliyi daha doğrusu qaldı. Turalın bazarda xərclədiyi pul ilə banka verdiyi pulun 4 mislinin cəmi tapılır. Bu tip sualdan əvvəldən yazmışdıq. Orada da elə turaldır. Orada da tural pulun qədrini bilmirdi, hara gəldi xərcləyirdi. Sadəcə orada müəyyən bir dəyişikliklər var idi. Yəni bu 20 gün yox 30 günüdür. 3də 1 yox 2də 1 idi. 4 misli yox 8 mislidir. Bunlar dəyişikdir. İndi hər iki yolunu qeyd etmişdik. Daha sadə yolla necə yazırıq? Bizə nə lazımdır? Bazarda xərclədiyi pul yazıq. Bazar lazım. Sonra banka verdiyinin 4 misli. Banka verdiyinin də neçə misli? 4 misli. Bunlar bizə lazımdır, qeyd edək. Geri qayıtma ilə daha rahat tapa bilərik. Bir saniyə. Aha, deməli nə var bizdə? 5 manat olmaqla 20 günlük xərci qalıb. Yəni gündə 5 manat 20 günə bu nə qədər edər? 100 manat edər. Nə vaxtdan sonra? 3də 1-in xərcləyəndən sonra. 3də 1-in xərcləyibsə nə qədəsi qalıb? 3də 2-si qalıbdır. Bunu qeyd edək. Deməli onda 3də 2-si neçə manat olan? 100 manat olan ədədi tapaq. Onda olar 100 böl 2-yə 50 vur 3-ə bu edər 150. Sonra yenə geri qayıdaq. Qalanın 4də 3-ünü xərcləyibsə nə qədəsi qalıb? 4də 1 qalıbdır. Və qalan da 150-dir. Yəni 4də 1-i 150 olan ədəd tapaq. Onda 150-ni bölürük 1-ə, vururuq 4-ə, bu da eləyir 600. Bir dəfəlik yazaq. Və 4də 1-in xərcləyibsə nə qədəsi qalıbdı? 4də 3. Və qalan da 600. Bu səfər isə 4də 3-ü 600 olan ədəd tapırıq. 600-ü 3-ə böləndə düşür deməli 200. 200 ilə 4-ə vuranda bu da eləyir 800. Yəni ümumi pul, burada qeyd edək. Cəmi pul nə qədərdir? Cəmi pul 600. Bax, bu bizim yadımızda qalsın. İndi buranı silək. Bizdən soruşulanını yazaq. Deməli, bizə nə lazımdır? Bazar. Bazar hardadır? 4də 3-ünü bazarda. Baxın, burada qeyd edib 4də 3-ü bazarda. Amma nə vaxt? 4də 1-in marketdə xərcləyəndən sonra.
Burada 4-də 3-ü qalmışdı axı. Yəni 800 pulun, daha doğrusu 800 deyib 600 yazmışıq. 800 pulun 800 yazmışdıqmı? Geri qayıdaq bir dəsən. 600 niyə yazmışıq? Hə, burada 800 yazmışıq. Üstə 600 yazmışıq. 800 olmalıdır. Deməli 800 pulun 4-də 1-in deməli Turan maşının 4-də 1-in marketdə xərcləyəndən sonra. Yəni 800-ün 4-də 1-in xərcləri nə qədərsə qalıb? 4-də 3-ü qalıb. Market getdi. Sonra həmin o qalanın 4-də 3-ünü bazarda xərclədi. Yəni 4-də 3-ünün 1-də təkrar 4-də 3-ünün xərclədi. İndi ixtisarla aparaq. 4-ə böləndə 200, bir də 4-ə böləndə 200-ü 4-ə böləndə yerdə qalar 50. 50 vur 3-ə 150, 150-ni də 3-ə vuranda bu da edir 450. Deməli 450 oldu bazar. Yadda qalsın 450 bazar. Davam edək. Sonra bank lazımdır. Bankda isə qalanın 3-də 1-i. Yəni 800-ün 450-si getdisə, yerdə qalan nə qədər olacaq? Yerdə qalacaq burada 350. Bir də 4-də 1-ində 1 vermişdi axı. 800-ün də 4-də 1-i marşeti nə qədər vermişdi? 800-ün də 4-də 1-i böl 4-ə vur 1-ə, 200-də buradan. Yəni 350-dən də təkrar 200-ü gedəcək. Yerdə nə qədər qalacaq? 150 qalandır. Və həmin o qalanında 3-də 1-in bankda xərcləyirdi. Yəni 150-nin də 3-də 1-i, 150-ni bölürük 3-ə, vururuq 1-ə. Bu da eləyir 50. Bankda da deməli 50 manat xərcləyib. İndi nə soruşur bizdən? Tura bazarda xərcləri pul ilə. Bazarda nə qədər xərclədi? 450. 450 üstəriyənsin. Banka verdiyi pulun. Banka nə qədər vermişdi? 50-nin 4 misli. Vur 4. 50-ni 4-ə vurduq. Bu etdi 200, o da 450 eləyir cavabımız 650 C variantı. 1228-ci suala baxaq. 14:00-da düzgün vaxtı göstərən saat hər saatda 5 dəqiqə irəli gedir. Düzgün vaxtın 22:00 olduğu anda həmin saat neçə dəqiqə irəli gedər? Yəni 14:00-dan 22:00-a qədər nə qədər zaman keçib? 22:00-dan çıxırıq 14:00. Bu edir deməli 8:00, yəni 8 saat. Və deyir ki, göstərən saat hər saatda 5 dəqiqə irəli gedir. Onda 8 saatda nə qədər irəli gedəcək? 8-i vuracağıq 5-ə, bu da eləyəcək 40 dəqiqə irəli getmə. Sadə bir sualdır, yenə cavabımız olur 128-də Y variantı. Növbəti 129-cu suala baxaq. Firuzun maaşı Ayselin maaşının 3 mislindən 200 manat azdır. Firuzun maaşı 60 manat, Ayselin maaşı 80 manat artarsa, maaşları eyni olar. Firuzun maaşı neçə manatdır? Qeyd edək Firuzun maaşı və Ayselin maaşı. Firuzun maaşı Ayselin maaşının 3 mislindən. Ayselin maaşını bilmirik, x götürürük. 3 mislindən deyir 3x. Nə deyir? Biz də onu yazırıq. 200 manat da az çıx 200. İndi Firuz oldu 3x çıx 200. Aysel isə olub x. İndi Firuz maaşı 60 manat. Yəni 3x çıxılsın 200-ün üzərinə 60 daha doğrusu. Mən çox artırdım. O qədər maaşı artsa Firuzun başına hava gəlir. 60 manat. Ayselin maaşı 80 manat artarsın. Üstünə 80 manat Ayselin maaşı. Eyni olur. Eyni nə deməkdir? Yəni bu ifadələri artıq. Çünki ikisi də eyni məbləğdir. Bir-birinə bərabər. Onda həll edək bunu. 3x-dan x-in çıxanda 2x bərabərdir. 80-dir. Yazdım pulunu kəsib 8 manat vermiş. 80 üstə 200. 280 60-ın çıxanda yerdə qalar 220. 222-yə böləndə x bərabər olar 110-a. Firuzun maaşını soruşur. Yəni bu ifadəni biz tapmalıyıq. Onda olacaq 3 vur 110-a çıxılsın 200. 110-a vuranda bu edər 330. 330-dan da 200-ün çıxanda yerdə qalar 130 manat. Yəni cavab olar Y variantı. 129-cu sualda. Keçək növbəti suala. 1230-cu suala baxırıq. 1230-cu sualda bizə deyir, çubuğun yarısını 5, o biri yarısını 10 bərabər parçaya bölürlər. Uzun parça ilə qısa parçanın fərqi 10 sm olduğuna görə çubuğun uzunluğunu tapın.
Aha, deməli 2 hissə var. Birinci hissə, ikinci hissə. Bu ümumi uzunluğu verir bizə. Birinin uzunluğu digərindən 10 santimetr fərqli. Yəni 10 hissəyə bölünən 10 daha nə olar? Qısa olar. Yəni 5 hissəyə bölünən, bax 5 hissəyə bölünən. Bunun uzunluğunu biz x götürsək, 10 hissəyə bölünən daha çox hissəyə bölünür də. Məsələn, bir almanı bir var 5 yerə bölək, bir var 10 yerə. 10 yerə böləndə nə olmalıdır? Daha az olmalıdır. Yəni x çıxılsın 10 santimetr az olar. İkisi də çubuqdur, düzdürmü? Yəni ümumi və çubuqun uzunluğu nə qədər olar? Çubuqun uzunluğunu qeyd edək. 5 hissəyə bölünüb və hər biri x-dir. Yəni 5x-dir. 10 hissəyə bölünüb hər biri x çıxılsın 10-dur. Onda 10-u vuranda x çıxılsın 10-a. 10-u x-ə vuranda bu edər üstəgəl 10x. 10-u 10-a vuranda çıx 170 olar. Yəni 5, 10. 15x çıxılsın 100 ümumi çubuqun nə idi? Uzunluğudur. İndi yarı olduğuna görə üstəki də yarıdır, aşağıdakı da yarıdır. Bunlar bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. Çünki çubuqun yarısındır və digər yarısı. Yəni 5x bərabər olmalıdır. 10x çıxılsın 100-ə. Buradan 5x bərabər olar 100-ə və x bərabərdir nəyə? 20-yə. Aparıb yerinə qoysaq, yəni 15x çıxılsın 100 deyildi. 15 vur 20 çıx 100. 15-i 20-yə vuranda 300, 300-dən də 100-ün çıxanda yerdə qalar cavabımız 200 B variantı. Və yaxud da yarısı, burada qeyd edək, onsuz yarısını qeyd etmişdik, 2 cür tapa bilərik. Yarısı 5 vurulsun 20, yəni 100-dürsə, digər yarısı da 100 olmalıdır. Yoxlayaq. X-in yerinə 20 qoyanda yenə 10 vurulsun 20 çıxılsın 10. Yenə bu ifadədə 100 edir. Və 100 yarısı, 100 də digər yarısı. 100 üstə 100. Yenə də 200 cavabını tapmış oluruq. Keçək növbəti 230, daha doğrusu 1231-ci suala. 1231. Çubuqun yarısını 4, o biri yarısını 3 bərabər parçaya bölürlər. Uzun parça ilə qısa parçanın fərqi 15 sm olduğuna görə. Çubuqun uzunluğunu tapın. Deməli, yenə də 2 hissə var. Birinci hissə və ikinci hissə. 4 hissəyə bölünür, bir də 3 hissəyə. Yəni 4 hissəyə bölündə daha kiçik olur. 3 hissəyə bölünən uzunluğu x olsa, 4 hissəyə bölünən aradakı fərq 15 axı. Bundan x çıxılsın 15 qədər az olur. Və yaxud da bunu əksinə qayıda bilərik. 4 hissəyə bölünəndən əsas x olsa, məsələn, bir almanı 4 yerə bölmə, bir var 3 yerə bölmə. 3 yerə böləndə daha böyük olur, 4 yerə böləndə isə daha kiçik olur. Fərqi 15 isə, deməli 3 hissəyə bölünən ümumi hər bir hissə nə qədərdir? X plus əksinə 15 bundan çox olmalıdır. Fərq 15 o demək ki, biri 15 çoxdur və yaxud da digəri 15 azdır. Heç bir belə deyək, fərqi yoxdur. Həll etsək bunu, buradakı hissənin uzunluğu nə qədər olacaq? 3 hissədə hər biri x sayda, yəni 3 vurulsun x. Digər hissə nə qədərdir? 4 vurulsun x çıxılsın 15. Yarısı olduğuna görə bir yarı digər yarıya bərabər. Yəni 3x bərabərdir 4x və 4-ü 15-ə vuranda çıxılsın 60-a. Buradan x bərabərdir 60-a. X 60 tapdıq. Onda olacaq 3 vur 60-a, yarısı oldu nə qədər? 120. Demək, digər yarısı da 120-dir. 120 üstə 120 cavab edər 240. Və yaxud da həqiqətdən x-in yerinə aparıb 60 qoyaq. 60-dan çıxanda 15-in yerdə qalacaq neçə? Yerdə qalacaq 45. Səhv etməliysən. 3 vur 60, 120 niyə yazmışıq? 120 nə? 180 daha doğrusu. 180. Maşallah. 3'ü 60'a vurdu 120. Neyse. 3'ü vurdu 60'a. Bu etdi 180. Demək digər yarısı da 180'dir. 180 üstə 180 gəldi. Bu etdi 360. Və yaxud da x-in yerinə yazsa neçəni? 60'ı. 60'dan çıxsaq 15'in yerdə qalar 45. 45'i də 4 istədi. 4'ə vuranda yenə 180 cavabını almış olur. Ümumi uzunluqda edər nə qədər? 360 B variantı. Keçək növbəti suala. 1232-ci suala baxırıq. 2 ədədin cəmi 60-dır. Bu ədədlərdən biri o birindən 24 vahid çoxdur. Bu ədədlərin hansını tapın? Sadə bir sualdır. Xoşbəxt etmək üçün bizi qeyd edə bilər. 1 x olsa, digəri bundan 24 vahid çox, x plus 24.
Cəmləri neçədir? 60. Demək, onda 2x plus 24 bərabərdir 60-a. X onda nəyə bərabərdir? 60-dan 24-ün çıxanda 36, 2-yə böləndə 18. Demək, ədədlərdən biri 18. Digəri 18 üstəgəl 24, bu da edir 42 imiş. Bu ədədlərin hasilini tapın. Onda 42-ni vuraraq neçəyə? 18-ə. Cavab edər 756. Birdən 786 etdi. Biz 756 yazdıq. Axır 6 ilə bitən. Deməli, 40-ı 18-ə vuranda bu edər 720. 2-ni 18-ə vuranda 36, bəli, 756-dır. Keçək növbəti 1233-cü suala. Tələbə doğru cavab verdiyi hər sual üçün 3 bal alır. Səhv cavab verdiyi hər sual üçün 1 bal çıxılır. Tələbə 20 suallıq bir imtahanda bütün sualları işarələyən tələbə nə qədər tələbə olun. Nəysə, 40 bal toplayıbsa, o neçə suala düz cavab verib? 2 yolla yaza bilərik. Qeyd edək, birinci yol. Hansısa rahatsa, o yolla bu tip sualları işləyə bilərsiniz. Qeyd etdik, birinci yol. Deməli, ümumi 20 suallıq imtahandır. Yəni 20 sualdır. Hər sual üçün 3 bal alırdı da, düzdürmü? Yəni bütün suallara cavab versəydi, maksimum bal, yəni 3 vur 20, 60 cəmi bal olacaq. 60 bal cəmi. Maksimum bal budur. İndi isə bizə deyir 40 bal toplayıb. Yəni 60 bal çıx 40 neçə bal itirib? 20 bal itirib. Bu 20 balı necə itirib? Həmin bu 20 balı belə itirir. Səhv cavab verəndə səhvə görə səhv səhvə görə 1 bal gedir. Bir də düz cavab verə bilmədiyinə düz cavab vermir. Artıq verir yox, vermir. Düz cavab vermədiyinə görə 3 bal ona düz cavaba görə 3 bal verirdilər axı. Düz cavab verə bilmədiyinə həmin 3 baldan da olur. Yəni artıq o 1 səhv edəndə 1 balından yox, 1 üstəgəlsin 3, 4 bal itirmiş olur. Və ümumi 20 bal itirməyib. Onda 20-ni bölürük nəyə? 4-ə düşür neçə? 5 səhv. 5 sual səhvdirsə, neçəsi düzdür? Ümumi 20 sual deyil. 20-dən çıxanda 5-in yerdə qalır neçə? 15 düz cavab. Yəni cavabımız olur. Deməli C variantı. Bir bu yolla həll edərdik. İkinci yolun qeyd edək. Deməli bura yazaq. İkinci yol sistem tənliyi. Xəttin gözəlliyinə baxaq. Neyse, ikinci yol oldu sistem tənliyi. Deməli, yazırıq səhv sualların sayı, düz sualların sayı. Düz sualların sayını A qeyd edək, səhv sualların sayı B. Nə olursa olsun, düz suallarla səhv sualların cəmi, yəni A üstəgəlsin B, göz qarışmasın. A üstəgəlsin B cəmi 20 sual etməlidir. İndi hər sual üçün, yəni düz sual üçün 3 bal alır. A sayda deyildi. Məsələn, 7 dənə suala düzgün cavab versəydik, 7-ni 3-ə vurardıq. İndi A sayda düz olduğuna görə, deməli, A vurulsun 3. Yəni 3 A sayda düz olur. Və həmin bu düzdən səhv cavabına görə 1 bal çıxılır. Çıxmaq nə deməkdir? Çıxılsın. Hər səhvə görə 1 bal. Yəni 1 vurulsun B ilə nə deməkdir? B deməkdir. Çıxılıb və yerdə qalıb 40 bal. Bizə nə lazımdır? Düz sual. Yəni bizə lazımdır A. Bizə A lazımsa, biz burada deməli tərəf-tərəfə toplasaq elə B'lər bir-birinə islah olar. Biri mənfi, biri müsbət. A üstə 3A bu edər 4A bərabərdir. 20 üstə də 40, 60-a, 60-a 4-ə böləndə A bərabər olar 15-ə. Yəni, yenə də eyni cavabı tapmış olur. Umarım ki, artıq aydın olmuş oldu. Keçək növbəti suala. 1234-cü suala baxırıq. Alıcının 1500 manat pulu var. O pulunun 3/1 hissəsinə kostyum aldı. Deməli, kostyum 3/1 hissəsi 1500-ün 3/1-i. 1500-ü bölürük 3-ə, vururuq 1-ə, bu eləyir 500. Kostyumun qiymətinin 5-də 3 hissəsi, yəni 500-ün də 5-də 3-ü böl 5-ə, vur 3-ə, yerdə qalır deməli 100, 100 3-ə vuranda 300, yəni bu hissə, həmin bu 300.
Qalan pulundan qalanı nə qədər olacaq? Deməli 500-ü kostyumdur. 1500-dən 500-ə gedirsə, yerdə qalır nə qədər? Yerdə qalır 1000. Yəni 1000-dən neçə manat azdır? 300 mindən neçə manat azdır deyəndə nə etməliyik? Çox çətin bir şey deyil təbii ki. 1000-dən 300-ü xətrinə dəyməyəcək formada çıxırıq. Yerdə qalır neçə? 700 az. Yəni cavabımız olur B variantı. Keçək növbəti suala. 1235-ci suala baxırıq. ABC 3 rəqəmli ədədin sağına 8 yazdıqda alınan ədəd soluna 2 yazdıqda alınan ədəddən 3 dəfə böyükdür. A üstə B üstə gəl C ifadəsini tapın. Ədədin sağına 8 yazanda, belə deyək də, ədədin sağına bir rəqəm yazırıqsa, məsələn belə deyim, 7-dir hər hansı bir ədəd. Sağına 8 yazanda olur neçə? 78. Yəni verilən ədəd 7, həmin ədədin, yəni bir rəqəmlidirsə 10 dəfə, 2 rəqəmlidirsə 100 dəfə, 3 rəqəmlidirsə 1000 dəfə. Yəni 7 10 dəfə, bir də yazılan rəqəmin və yaxud da ədədin özü qədər nə olur? Artır. 7 vur 10-a üstə gəl 8 bilir 78. Əvvəlinə yazanda isə əgər onluq kimi yazırıqsa, deməli 10 vahid artır. Yüzlük kimi yazırıqsa 100 vahid artır. Minlik kimi yazırıqsa 1000 vahid və s. formada artmış olur. Necə ki, məsələn, yazıram 45. Əvvəlinə bir dənə ədəd yazaq. Məsələn, 45-in əvvəlinə yazıram 6. 45 nə qədər artdı? Həmin bu 645-dən 45-in çıxanda 600 vahid artdı. 6-nı hara yazmışdıq? 100 deyə. 6 dənə 100, 600 deməkdir. Bunu təkrar etmiş olduq. İndi qayıdaq bura. A, B, C. Bu bir ədədimizdir. ABC 3 rəqəmlərinin sağına 8 yazanda olur A, B, C vur 10-a. Bu 10 dəfə artır və plus 8 belə bir ədəd olur. Dedik ki, 8 çünki bir rəqəmlidir. Soluna 2 yazdıqda isə A, B, C-nin soluna 2 yazanda isə bu olur deməli 2000 üstə gəlsin A, B, C şəklində. 2 yazdıqda alınan ədəddən 3 dəfə böyükdür. Yəni buradakı ədəddən 3 dəfə böyükdür. Kiçik olan ədəd hansıdır? Kiçik olan ədəd budur. Onda biz bunu 3 dəfə artırsa, bunlar bir-birinə nə olmuş olar? Bərabər olmuş olur. Yəni ABC ədədi vur 10-a, üstə gəl 8 bərabərdir. Buradakı ifadəni 3-ə vuranda 3-ü vuranda 2000-ə bu edər 6000 üstə gəlsin 3 ABC və deməli 10 ABC, burada da 3 ABC. Yerdə qalar nə qədər? Ondan 3-ün çıxanda 7 ABC. Yəni 7 vurulsun ABC ədədinə. Bu bərabərdir 6000-dən çıxanda 8-in yerdə qalar 5992, səhv etmirəmsə. Onda 5992-ni 7-yə böləndə ABC ədədi bərabər olar. 59-un içində 7, deməli 8 dəfə, 8 7 56. 39-u böləndə deməli düşər 5 dəfə, 5 7 35, orada qalar 4. 42-ni böləndə 6. Deməli həmin ədəd ABC ədədi neçə imiş? 856 imiş. Bizdən A üstə gəl, B üstə gəl, C-ni soruşuruq. Yəni 8 üstə 5 üstə gəl 6. 11 o da 8 cavab edir 19 C variantı. Keçək növbəti suala. 1236-cı sual. Mağazada 2 cür alma satılır. Balaca almaların biri 150 qram, böyük almaların biri 200 qramdır. Deməli, balaca və yazırıq böyük. Balaca və böyük. Balacalar tutaq ki, A sayda, böyüklər yazaq elə B sayda. Deyir ki, A vurulsun onda 150, yəni 150 A. Üstə gəlsin böyük 200 qram, 200 B. Mağazadan 1 kiloqram alma. 1 kiloqramımızda neçə qramdır? 1000 qram. Çünki bunları qramla yazmış. Bərabər olacaq 150-dir. Bərabər olacaq deməli 1000 qrama, 1000-ə. Bizdən soruşur ki, alan müştəri ən çox neçə alma olur? Ən çox neçə alma alar deyirsə, yəni daha kiçik almalardan alsa, balacadan alsa, balaca almasa, daha çox olar da. Çətin bir şey deyil. Getmişik bazara, alma alırıq. Daha kiçiklərini götürsək, tutaq ki, 2 kiloqramlıq bir alma alırıq. Kiçiklərini götürsək, çox alma götürürük, say olaraq. Amma böyük almadan götürəndə 2-3-dən alsaq, məsələn deyirəm,
2 kiloqram olar. Ona görə deməli, A-nı biz nə etməliyik? Ən çox götürməliyik. B-ni isə ən az. Ən az olsun deyibəm. Əgər biz B-yə 1 versək, B-yə 1 versək 200 edər. 1000-dən çıxanda deməli 200-ün 800 qalar. 800-ü 150-yə bölünməz. 2 versək, bəli 2 bölünər. Deməli B-nin yerinə yazacağıq neçə? 2. Yəni olacaq 150 A üstəgəl 2-ni vuranda 200-ə 400 bərabərdir 1000-ə. 1000-dən çıxanda 400-ün 600, 150 A bərabər olar 600-ə. 600-ü 150-yə böləndə A bərabər olar 4-ə. 4 ədəd balaca və 2 ədəd böyük. Deməli 4 ədəd balaca, 2 ədəd də böyük. Ən çox neçə almalıdır? 4 üstə 2 ən çox 6 ədəd alma alar. Cavabımız olar A variantı. Keçək növbəti suala. 1237-ci suala baxırıq. Mağaza 2 cür alma var. Yəni eyni tip sualdır. Biri 50 qram, digəri 80 qramdır. Mağazada 1 kiloqram, yəni 1000 qram alma alınmışdır. Ən çox neçə alma? Ən çox olması üçün ən az almadan, yəni 50 qramlıqdan almalıdır. 1000-i bölərik onda 50-yə, cavab düşər neçə? 20. Deməli ən çox 20 ədəd almalıdır. İndi burada sual yarana bilər ki, müəllim digərində axı hər ikisindən götürdük. Baxın, şərtdə hər iki almadan almalıdır və yaxud da hər iki almadan alıbdır. Belə bir şərt varmı? Xeyr. Niyə bəs 1236-da ancaq birindən götürmədik? Ona görə ki, burada da 1 kiloqramdır, yəni 1000 qramıdır. 1000-i biz bölsək 150-yə bölünərmi? Xeyr, bölünməz. Bölünmədiyinə görə digərindən də götürməyə, yəni böyük almadan da götürməyə biz onsuz məcbur olduq. Amma burada isə həmin bu 1000 50-yə bölünür. 50-yə bölündüyünə görə elə 50-yə bölüb cavabımızı tapmış oluruq. Çünki qeyd etdiyimiz kimi hər iki almadan alıbdır və yaxud da hər iki almadan almalıdır deyə bir şərt yoxdur. Növbəti 1238-ci suala baxırıq. 480 ilə 490 ton arasında olduğu bilinən kömür 4, 7 və 12 tonluq yük maşınları ilə daşınmaqdadır. Yük maşınlarının səfər sayları bərabər olduğuna görə 7 tonluq yük maşını neçə ton kömür daşıyacaq? Səfər sayları bərabər. Yəni 4, 7, 11, o da 12, 23. Ümumi bir dəfə səfər edəndə 23 ton daşıyırlar. Nə qədər səfər ediblər? Bilirikmi? Xeyr, 23x. Yəni x sayda səfər. Hər dəfə 23 ton, bu 23x ton kömür deməkdir. Və 490-dan kiçik olmalıdır və 480-dən böyük. Hansı ədəddir 490 ilə 480 arasında yerləşir? Bölək hər birini 23-ə bölək və 23-ə bölək. 480 23-ə böləndə düşür 20 tam neçələrsə. 23-lər getdi, x qaldı. 490-a böləndə düşür 21 tam neçələrsə. 20 tam neçədən böyük, 21 tam neçədən kiçik tam ədəd. Çünki səfər sayı tam olmalı. Neçə yerləşər? Elə 21-in özü. 7 tonluq yük maşını neçə ton kömür daşıyacaq? 7 vur ilə 21-ə cavab 147. Yəni hər biri onsuz 21 dəfə səfər edir. Yoxlamaq üçün 21-i vursaq 23-ə, bu edər 483. Həqiqətdən də həmin bu 483 480-dən böyük, bir də sənədən dinlər. Həmin bu 483 480-dən böyük, 490-dan kiçikdir. Cavab olur B. Növbəti 1239-cu suala keçək. Ekrana silək. 1239-da bizə deyir. Bir müəllim 325 manat xərcləyərək şagirdləri hədiyyə etmək üçün qiyməti 15, 25 və 30 manat olan kitablardan 15 ədəd alır. Qiyməti 15 və 20 manat olan kitablardan bərabər sayda aldığına görə qiyməti 15 manat olan kitablardan neçə ədəd almış? Qeyd edirik 30 manatlıq kitab, 25 manatlıq və 15 manatlıq kitab. Bir dəyişənlə də yaza bilərik, 2 dəyişənlə də. 30 manatlıq kitabdan da A sayda alsa, 25 manatlıq kitabdan da A sayda alır. Çünki bərabərdir. Kitablardan bərabər sayda. 15 manatlıqdan da nə qədər alıb? B sayda almış olsun. Onda ümumi bunların sayı nə qədərdir? 15 ədəd. Yəni A üstə A, 2A üstə gəl B
Cəmi 15 ədəd kitabdır. 30 manatlıq kitab A saydadır. Məsələn 5 dənə olsaydı 5-i 30-a vurardıq. Deyərdik ki, 150 manat. A sayda olduğuna görə 30-u vururuq A-ya, 30A və 25-i A-ya vuranda 25A. Cəmi bu edir 55A bu qədər pul. Üstə gəl 15B bu qədər pul. Cəmi nə qədər pul xərcləyib? 325 manat xərcləyib. Bizdə 15 manat olan kitabdan neçə ədəd alıb? 15 manat olan kitabdan nə qədər almışdı? Burada qeyd edək. Deməli, geri qayıdaq. B sayda almışdı. Yəni bizə B lazım. B lazımsa A'ları eyniləşdirib yox edək. Deməli, eyniləşdirsək və yaxud da A'ları eyniləşdirəndə böyük ədədə vururuq. Burada B-ləri də eyniləşdirə bilərik. Heç bir fərqi yoxdur. Tez bazar B-ləri eyniləşdirə bilərik. Eyniləşdirək. Hər birini vuraq 15-ə. 2-ni 15-ə vuranda 30A üstə 15B bərabərdir. 15-i 15-ə vuranda 225. Bu daha rahat olar. 55A üstə gəl 15B bərabərdir 325. Tərəf-tərəfə çıxaq. 55A-dan 30A çıxanda yerdə qalar 25A. 15B-dən 15B-ni çıxdıq. B'lər getdi. 325-dən 225-in çıxanda yerdə qaldı 100. 100-i 25-ə böldü. A bərabər oldu 4-ə. A-nı tapdıq 4. Yəni 30 manatlıqdan da 4 ədəd alıb. 25 manatlıqdan da 4 ədəd alıb. Cəmi 15 ədəd aldığına görə, yəni 2 vur 4-ə. 15-dən 8-in çıxanda yerdə qalır 7. Və yaxud da ümumi 15 çıx 4 çıx 4 yerdə qalır 7. Yəni cavabımız elə olur 7D variantı. Keçək növbəti suala. 1240-cı suala baxırıq. Bir müəllim 410 manat xərcləyərək şagirdlərə hədiyyə etmək üçün 20, 25 və 30 manat olan kitablardan 16 ədəd alır. Yenə eyni tip. Deməli 30 manatlıq, 25 manatlıq və 20 manatlıq. 25 və 30 eyni saydadır. Yəni A sayda 20 manatlıq götürüb B sayda. Yenə yazırıq A, 2A üstə gəl B. Cəmi neçə ədəd kitab? 16. Sonra bunların qiyməti 30A, 25A. Cəmi nə qədər eləyir? 55A üstə gəl 20B. Nə qədər xərcləyib? 410 manat xərcləyib. Bizə nə lazımdır? 20 manatlıq. Yəni bizə lazım olan B-dir. B lazımsa bizə lazım olmayan nədir? A lazım deyil. Burada amma deməli B-ləri eyniləşdirməkdir. 20-yə vurmaq. B-ləri eyniləşdirək daha rahat tapaq. A-ları eyniləşdirəndə 55 və 2 üçün 110. 20-ni vuraq 2-yə bu olsun 40A. 20-ni B-yə vuranda 20B. 16-nı 20-yə vuranda 320. Aşağıda 55A üstə gəl 20B bərabərdir 410-a. Və tərəf-tərəfə çıxaq. 55-dən 40-ın çıxanda yerdə qalar 15A. 20B-dən 20B-ni çıxdıq 0. 410-dan 320-sini çıxanda yerdə qalar 90. 90 15-ə böləndə A bərabər olar 6-ya. Yəni 30 ədəd deyəndə 6, 30 manatlıqdan da daha doğrusu 6 ədəd, 25 manatlıqdan da 6 ədəd. Onda 20 manatlıqdan nə qədər? Ümumi 16 ədəd deyildi. 16 çıx 6 çıx 6. 12-sini çıxanda yerdə qalır 4 ədəd. Cavabımız olur 4. Və yaxud da cəmləri ümumi 16 deyildi. A-nı 6 tapdıq. 2 6 12. 16-nın 12-sini çıxanda yenə B olur 4. Yəni cavab olur A variantı. Keçək növbəti suala. 1241-ci suala baxırıq. 2 ədəd cəmi 305-dir. Bu ədədlərdən biri 8 rəqəminə qurtarır. Bu rəqəmi silsək ikinci ədəd alınır. Bu ədədin fərqini tapın. Cəmləri 305 isə deməli ədədlərdən biri 3 rəqəmli, digəri isə siləndə 8 rəqəmin digəri alınırsa 2 rəqəmlidir. Yəni 3 rəqəmdən birini siləndə yerdə qalır 2 rəqəmli. Ədədin biri olsun onda A, B, sonra da 8-dir. Çünki bu 8 rəqəmdən qurtarır. Və deyir ki, bu rəqəmi silsək, yəni A, B 8-dən 8-i siləndə yerdə nə qalır? AB qalır. Və digər ədəd alınır. Bunların da cəmi neçə idi? Cəmini də yazırıq. 305. Əvvəlki mövzularda bunlar haqqında qeyd etmişdik. Onda 8 üstə neçə gələndə 5 ilə bitir. Təbii ki, bu 7-dir. Deməli, B 7-dir. 8 üstə 7, 15.
5 1 yadda. Yəni 7 burada. 1 də yaddaydı. 7 o da 1 8. İndi 8-in üstünə neçə gəlin sıfırla bitir? 2-dir. Deməli A da neçə imiş? 2 imiş. Yəni həqiqətdən də 278 üstə həmin o 8 siləndə 27-nin gəlində 305-i almış olur. Bu ədədlərin fərqi deyəndə çıxırıq. 8-dən 7 1, 27-dən ikisini çıxanda qalar yerdə 25. Yəni 251 D variantı. Keçək növbəti suala. 1242-ci suala baxırıq. Qutuda qırmızı topların 3 misli qədər yaşıl, yaşıl topların yarısı qədər göy top var. Qutuda cəmi 330 top olduğuna görə neçə ədəd yaşıl top var? Deməli, qırmızı var, yaşıl var və göy var qeyd etdik. Qutuda qırmızı topların 3 misli qədər yaşıl, yaşıl topların yarısı qədər göy top var. Qırmızı topların 3 misli qədər yaşıl, yaşıl topların yarısı qədər göy. Aha, daha rahat olsun deyə mən, kəsirsiz olsun deyə mən. Qırmızı topların 3 misli qədər yaşıl. Qırmızı topların sayın qeyd edərik 2x-la. Çünki yaşıl toplar yarısı deyilən görə 2-yə bölünəcək. Kəsirsiz olsun. Qutuda qırmızı topların 3 misli qədər yaşıl. Qırmızı 2x-idir. 2x-in 3 misli 3-ə vuranda bu eləyir 6x. Və yaşıl topların yarısı qədər göy var. Yaşıl topların da yarısı qədər, yəni 6x-in yarısı deyəndə nə edirik? 2-yə bölürük. Göy topda deməli 3x var. Ki, kəsirsiz daha rahat həll olsun deyə. Niyə qırmızıya 2x dedik? Yarı deyəndə 2-yə bölünmə lazım olacaq. Ona görə 2x verdik ki, kəsirsiz daha rahat olsun. Cəmi 330. Onda 2x üstə 6x üstə gəl 3x bərabərdir 330-a. 2 6 8 o da 3 11x bərabərdir 330. X bərabər olar 30-a. Neçə yaşıl? Yaşıl nə qədərdir? 6x. Onda yaşıl nə qədər olacaq? Yaşıl olacaq deməli 6 vur 30-a. Bu da edəcək 180 ədəd Y variantı. Keçək növbəti suala. 1243-cü suala baxırıq. Qutuda qırmızı topların 3 misli qədər yaşıl, yaşıl topların yarısı qədər göy top. Eyni şərtdir, sadəcə burada ədəd dəyişir. Yarı söhbəti olduğuna görə qeyd edirik qırmızı, yaşıl və 2-yə bölünmə olacaq deyib mən, kəsirsiz olsun deyib mən, qırmızı yazıram 2x. İstəsək 4x, 6x, 15x, 100x və s. Neçə yazaq, heç bir fərqi yoxdur. Yanında sadəcə dəyişən varsa, onsuz sonda yenə eyni cavabı alacaq. Bunun heç bir fərqi yoxdur yoldaş. Yəni mən 2x götürdüm, siz götürün 4x. İstəyirsiniz 8x. Eyni cavabı alacaqsınız. İndi qırmızı toplan 3 misli qədər yaşıl. Yəni 2x vur 3-ə, yaşıl oldu 6x. Və yaşıl topların yarısı qədər də göy. 6x-in də yarısı 2-yə böləndə göy də oldu 3x. Cəmi yenə də 8 11x. Bərabərdir 264-ə. X bərabərdir 26-nı 11-ə böləndə 2 dəfə. 22 44-ü də böləndə demək düşər 4 dəfə. X 24 tapdı. Yenə yaşılı soruşur. Yaşıl 6x olduğuna görə 6-nı vuruq 24-ə. 24 o da 120 144 ədəd cavabımız oldu deyə. 1244-cü suala baxırıq. Firuz hər gün bir gün əvvəlkindən 1 saat daha çox işləyərək tapşırığı 5 günə qurtarır. Firuz ümumi olaraq 30 saat tapşırıqla məşğul olduğuna görə birinci gün neçə saat işləmişdir? Birinci, ikinci, üçüncü, dördüncü və beşinci. Bu tip məsələlərdə deyirik tək saydadırsa və eyni vahid artan sırayla düzülürsə, biz elə 30-u bölərik nəyə? 5-ə, düşər neçə? 6. Yəni ortadakı ədəd, tən ortada olan neçədir? 3. Bu ədəd neçəymiş? 6-dır. 1 saatlıq fərq var. Digəri 6-dan birini çıxanda 6 çıx 1. 5'miş. Digəri 5 çıx 1, 4'müş. Digəri 7, digəri 8. Bizdən nəyi soruşurdu? Birinci günü. Birinci gün cavab olur 4 Y variantı. Bu formalara cavabı tapa bilərdiniz. Və yaxud da sadə bir şeydir. Tənliyi də qurub, baxın burada göstərək. Yəni birinci x, digəri x plus 1, digəri x plus 2, dördüncü gün x plus 3, beşinci gün isə x plus 4. Bunların cəmi eləyir neçə? 30. 5x üstə gəlsin, deməli 10 bərabər 30-a. 30-dan çıxdıq 20, 25-ə böldük, x tapdıq yenə neçə?
4. Bir fərqi varmı? Yoxdur. Eyni cavab olmuş olacaqdır. Deməli, bugünkü video izahımız da hələ ki bura qədər. Növbəti sualların davamı olacaq. Sizlərə bir faydası oldusa, videonu bəyənib, paylaşıb, kanala abunə ola bilərsiniz ki, bu cür video izahlardan da xəbərdar ola biləsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Hələ ki, hələlik.